Göyçayın Mırtı kəndində 19 mart 2025-ci il tarixdə saat 14:00-da 1-ci Qarabağ müharibəsinin şəhidi Behbudov Daşqın Nəsrəddin oğlu ilə vida mərasimi keçiriləcək. Daşqın Behbudov 27 fevral 1970-ci ildə Göyçay rayon Mırtı kəndində anadan olmuşdur. Biri 2-ci ay 1993-cü ildə səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi üzrə hərbi xidmətə çağırılıb. 1994-cü ilin yanvar ayında Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində itkin düşmüş, Göyçay rayon məhkəməsinin 2007-ci il tarixli qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir. Onun mərhum şəhidimizin qardaşıyam, öz qardaşı deyərək də. Qardaşım 1970-ci il fevralın 27-sində anadan olub öz kəndimizə, bu həyətdə, burada böyüyüb, burada boya başa çatıb. Öz kəndimizə hər məktəbə gedib, yaşı çatıb keçmiş Sovetlər Birliyinin hərbi hissəsində o vaxtki müddətli hərbi xidməti keçib. Hərbi xidməti qutarıb gələndən sonra gözmədi də, könüllü dedi ki, mən döyüşə getməliyəm. Kəndimizə bir neçə şəhid gəldi, ondan sonra gözmədi, getdi, ərzə verdi, könüllü getdi. Yəni çağırışı kimi getməyib də, könüllü getdi. 24 yaşında getmiş. Müxtəlif istiqamətlərdə döyüşüb, amma son bizə məlum olan döyüşü olub Füzuli rayonu Şükürbəyli istiqamətindəki döyüşlərdə. Yəni bizə sonuncu məlumat orada bilmişik. Ondan sonra məlumat olmuyor. Və onunla döyüşən uşaqlar sözlərinə görə onlar olan istiqamətdə güclü minamyot atəşinə tutulub, bir neçə nəfər sağ qalıb, əksəriyyəti sağ qalmayıb. Sonra da nə olub heç kimi bilmirik. Şəhidlik statusu 2007-ci il məhkəmənin qərarı ilə şəhidlik statusu verilmişdir. Dəfn olacaq ayın 19-u, martın 19-u saat 2-də bu həyətdə. Yəni boyu bəşib rəsliyib oradan dəfn edəcək, son mənzil yola salacaq. Behbudov Daşqın subay idi, başqa uşaqlar kimi onda istəklisi var idi, arzusuna çatmadı, çox vətən sevdalı idi. Vətəni çox istəyirdi, belə valideynlərindən çox vətəni sevdi, vətəni seçdi və başqalar kimi o da könüllü getdi və 94-cü il girəndə yeni il ərəfəsində o xəbərdarı tuta bilmədik ondan. Əvvəllər Tərtər istiqamətində, su qovuşan istiqamətində vuruşmuşdu. Sonradan onun biz sorağını eşitdik Füzuli bölgəsində, yuxarı Seyid Əhmədli, aşağı Seyid Əhmədli, Şükürbəyli kəndləri ətrafında döyüşlərdə xəbərimiz oldu. Bir müddətdən sonra xəbərimiz olmadı. Anam 10 il yarım insult keçirdi, gözü yollarda qaldı. Ailəmizin son beşiğiydi, hamımızın istəklisi, sevimliydi. Anam o ayrılığa dözənmədi, amma insult olandan sonra 10 il yarım yenə yataqda onu gözlədi. Gələnlə gedəndən daim onu soraqlayırdı. Hər an soruşurdu, bizə Daşqından mənə bir xəbər deyin, Daşqından bir xəbər deyin. Bəzən yalan danışmağa məcbur olurduq ki, xəbər var, haradasa çəkiliş olub, onlar da çəkilib, orada görünür. Belə yaşatmağa çalışırdıq. Hər halda Daşqın deyə 2007-ci ildə bir də o dünyasını dəyişdi. Atam özü oğlu deyə 2014-cü ildə dünyasını dəyişdi. Yəni övlad həsrəti ilə qoruldular, həmçinin bacılar. Daim yolun gözləmişik, hər an yolun gözləmişik. İndi sağ olsun prezidentimiz, hökumətimiz, xalqımız, Daxili İşlər Nazirliyi, yəni Dövlət Təhlükəsizlik Xidməti sağ olsunlar ki, deməli işləyən var, dövlətimiz fəaliyyət göstərir, şəhid ailələrinə qayğı göstərir ki, onu tapdılar. Bu bizə bir toxtaqlıqdır, sərinlikdir ki, şükür ki, gözlərimiz yoldan yığıldı. Yəni hamısına təşəkkür edirik ki, şükür ki, gözümüz yoldan yığıldı. Allah rəhmət eləsin. Etibar Bəşirov, Göyçay naminə.